1-ci Qarabağ müharibəsində itkin düşən əmisinin qisasını almağı özünə borc bilən, atasına "Mən o torpaqları azad edəcəm" deyərək söz verən Məmmədov Kənan Bəhruzoğlu 1999-cu il aprelin 22-sində Ağdaş rayonunun Xosrov kəndində dünyaya göz açıb. 2005-ci ildə Xosrov kənd orta məktəbinin 1-ci sinifinə qədəm qoyan Kənan, təhsilini başa vurduqdan sonra Bakı şəhərində yerləşən en sayılı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini uğurla başa vurduqdan sonra doğma kəndinə qayıdan Kənan Məmmədov, vətən torpaqlarının müdafiəsi uğrunda başlayan 2-ci Qarabağ müharibəsinə könüllü olaraq yollanıb. Torpaqlarımızın işğaldan azad edilməsi naminə gedən döyüşlərdə böyük igidlik və şücaət göstərən Kənan Məmmədov 2020-ci il oktyabrın 29-da Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Çavuş Kənan Məmmədov oktyabrın 30-da doğulub boya-başa çatdığı Ağdaş rayonunun Xosrov kəndində böyük ehtiramla son mənzilə yola salınıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncamlara əsasən Məmmədov Kənan Bəhruzoğlu ölümündən sonra Vətən uğrunda və Suqovuşanın azad edilməsinə görə medalları ilə təltif edilib.